Taksini kartla çağırmayın, qəti şəkildə. Nağd şəkildə çağırın, sifarişi nağdı verin, gələndən sonra deyən qardaş, nağdım yoxdur, kartı atsam olar, kartdan karta. O da deyəcək olar, çünki elədə ondan nə faiz tutulmur, nə bir çətinliyi olmur. Amma kartla sifariş verəndə, gəlir sənə yaxın bir küçədə dayanır və yaxud küçənin başında. Vurur ki, çatdım, gözləyirəm. Və yaxud qardaşa deyirəm ki, özdə normalda 6 manat yazan yolu 10 manat yazıb bu səfər, yəni çox yazıb hətta. Yazıb gəlib yaxınlıqda dayanıb, yazır mənə ki, getmirəm. Mən dedim ki, ücə ağ eləmişsiniz də, yəni 1 manat yanacaq işlədir sənin o Priusun oradan ora. Çox yaxın məsafədir. Deyirəm, atqaz elə, mən başqasını çağırım. Kartla vurmuşam deyə, o da çatıb vurub deyə, mənə yaxındadır. Atqaz eləmir ki, mən atqaz eləyim, məndən pulu çıxsın. Nəysə, getdim, mən tənbəllik eləmədim, özüm getdim, tapdım onu. Sifarişi atqaz elətdirdim onun özünə. Bir balacada dalaşdıq, indi o şeyləri burada açıqlamağa mənası yox. Və digər taksi ilə sonra söhbət əsasında bu hadisəni danışdım. Deyir, mənə də digər taksi şoferləri deyir ki, bəs belə bir variant var, gördün kartla gəlib, get, yaxındasan, get, yaxınlaş, çatmışam vur, orada neçə dəqiqəsə, 4 dəqiqə, 5 dəqiqə gözləmə şeyi var. O vaxt dolandan sonra elə görünəcək ki, müştəri gəlmədi, onun kartından 2 manat 50 qəpik çıxacaq, getməyə. Və yaxud o atqaz eləsə, müştəri atqaz eləsə, ki, sən onu deyirsən, mən getmirəm, mənə sərf eləmir, müştəri atqaz eləyir, yenə də ondan 2 manat 50 qəpik çıxır. Amma nağd sifarişdə siz bunu, yəni taksi bunu eləyə bilmir. Ona görə pulunuz belə olmasa, kartla getmək istəyirsinizsə, sifarişi nəqd vurun, gələndən sonra kartını atın. Öz kartınızdan onun kartına atın bunu. Belə bir şərəfsizlər var, belə fırıldaqçılar var.